Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Her birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Allah ibadet ve itaatlerinizi qəbul etsin. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsiydi. Ötən bəslərdə Maidə surəsinin 55-ci ayəsini müzakirə edirdik. Və dedik ki, imamət barəsində Qur'an-ı Kərimdə olan ayələrində biri məhz sözü gedən ayədir. Maidə surəsinin 55-ci ayəsi. Burada iki məzhəb arasında müxtəlif fikirlər var. Yəni, əhl-i sünnə dünyası ilə şiə dünyasında bu ayədən bəzi məsələlərdə fikir ayrılığı var. O fikir ayrılıqlarında biri heç şübhəsiz ayədə keçən vəli kəlməsi barəsindədir. Ötən bəhslərdə biz ümumi olaraq dedik ki, vəli kəlməsi barəsində lüğət kitablarında müxtəlif məna var. Dost, köməkçi və eyni zamanda ixtiyar sahibi və rəhbər. Və dedik ki, ola bilməz bir sözün müxtəlif mənası olsun, tək, vahid bir mənası olmasın. Yəni, hər bir sözün tək bir sözü var. İlk olaraq insanın zehni həmən mənaya gedir. Digər mənalar sonradan yaranan sözdür. Buna təbadur deyilir. Yəni, insan hər hansı bir sözü eşitdikdə o sözün ilkin mənası nəzərə çarpır. Məsələn, bizim dildə də var bu. Mən deyəndə göz, təbii olaraq göz ifadəsində zehin insanda olan bu maddi gözə gedir zehin. Amma məsələn, deyirdikdə isə şəhərin gözü, burada artıq maddi gözdən söhbət getmir. Yəni, şəhərin mərkəzi, o gözəl olan yer nəzərdə tutulur. İndi deyə bilmərik ki, göz sözünün biz mənasını bilmirik. Göz sözü bəzən gözəl mənasındadır, bəzən insanın maddi gözünə aiddir deyə biz bilmirik göz ifadəsi nədir. Xeyr, qayda budur ki, hər hansı bir məna ilkin olaraq insanın zehninə gedirsə, bu həmən məna doğru mənadır. Digər mənalar sonradan gələn mənalardır. Vəli kəlməsi də belədir. Yəni, lüğət alimlərinin sözünə baxdıqda görürük ki, vəli kəlməsi barəsində düzdür, müxtəlif mənalar ifadə ediblər, nəql ediblər, amma ilkin mənanı rəhbər və ixtiyar sahibi olaraq bildiriblər. Sual yarana bilər ki, bir insan lüğətçinin sözünü qəbul etməsə və yaxud başqa bir lüğətçinin dəlini gətirsək, o başqa bir fikirdədir. Bu zaman sözü gedən ayədə, yəni Maidə surəsinin 55-ci ayəsində vəli sözünün rəhbər mənasını verməyə bir dəlili var, yoxsa yox. Yəni, ayənin özündə vəli sözü hansı mənada işlənib? Buna bir dəlil var, yoxsa yoxdur. Dediyimiz kimi, vəli bu ayədə əhl-i sünnənin nəzərində dost və yaxud köməkçidir. Yəni, innəmə vəliyyukumullah və rəsulu. Yəni, sizin dostunuz və yaxud köməkçiniz Allah və onun rəsuludur. Amma şiə baxışında vəli sözü burada dost və yaxud köməkçi ola bilməz, yalnız rəhbər mənasında ola bilər. İndi sual budur ki, ayənin özündə, yəni şiələrin fikirlərini təsdiqləyə biləcək bir dəlil var, yoxsa yox. Ötən bəhsdə dedik ki, bəli, dəlil var. Birinci dəlil ayənin innəma ifadəsi ilə başlamasıdır. Ərəb qrammatikasında innəma sözü həsrə dəlalət edir. Kiçik bir misal vurum, həsrə daha aydın olsun məsələ. Məsələn, bir dəfə deyirəm, yalnız Əli alimdir. Yalnız Əli alimdir ifadəsi, yəni Əli alimdir, Əlidən başqası alim deyil nəzərə çarpır. Amma bir dəfə deyirəm ki, Əli alimdir. Yəni, Əli də alimdir, ola bilsin, digər Həsən də alim olsun, Hüseyin də alim olsun. Amma yalnız Əli alimdir deyilərkən, Əlinin alim olmaqlığı müxatəbə, dinləyiciyə çatdırır. Yəni, qeyri-Əlinin yox. Demək, innəma ifadəsində bir isbat var, bir nəf var. Yəni, bir məsələni ifadə edir, çatdırır. Məsələn, yalnız Əli alimdir. Yəni, Əlinin alim olmağını sübut edir. Qeyri-Əlinin alim olmadığını da bildirir. Yəni, Əli alimdir, qeyri-Əli alim deyil.
Bu ərəb qrammatikasının özəlliyidir və Qur'an-ı Kərimdə bu barədə müxtəlif dəlillər var. Bu kontekstdə ayə belə başa düşülür ki, sizin vəliniz yalnız Allah, onun rəsulu və iman gətirən şəxsdir. Burada innəmaya görə, yəni həsrə görə biz dost və köməkçi mənasını tuta bilməliyik. Nəyə görə? Çünki Quranın digər ayələrinə əsasən möminlərin dostu yalnız Allah və Rəsulu deyil, eyni zamanda özləri də bir-birinə mömindir. Vəl-mu'mininə vəl-mu'minat ba'duhum əvliya'u ba'zin. Mömin qadın və mömin kişilər bir-birləri nədir? Dostudur və yaxud köməkçisidir. Bu birinci dəlil ki, ayədə keçən vəli sözü elə bilməz dost və köməkçi olsun. Bunun üçün innəmaya ehtiyac yox idi. İnnəma gəlibsə, burada mütləq olaraq bir xüsusiyyət var. Məntiqi cəhətdən də müsəlmanların hamısı bir-birlərinə rəhbər ola bilməzlər. Amma dost və köməkçi ola bilərlər. Yəni, bütün müsəlmanlar bir-birinə kömək edə bilər, bir-birinin dostu ola bilər. Amma edə bilməz rəhbər olsun. Yəni, bütün müsəlmanlar rəhbər olsun. Yəni, ola bilməz ki, rəhbər məntiqi cəhətdən bir olmalıdır. Ayənin özündə keçən ikinci dəlil, ayədə iman gətirənlərin müəyyən xüsusiyyətlərinin qeyd edilməsidir. Yəni, Allah Teala buyurur, İnnəmə vəliyukumullah və rəsulu vəllezine amenu. Sizin vəliniz Allah və onun rəsulu və iman gətirənlərdir. İman gətirənlərin müəyyən xüsusiyyətlərini buyurur. Onlar namaz qılır və rükû halında zəkat verir. Əgər burada vəli sözü dost, köməkçi mənasında keçirsə, sual yaranır. Yəni, möminlərin dostları o şəxsdir ki, yalnız namaz qılsın və zəkat versin özə rükû halında. Ola bilməz ki, yəni müsəlmanın dostu qeyri-müsəlmandır. İstər bu namaz vaxtında olsun, istər qeyri-namaz, istər namazlar. Bu namaz halında zəkat versin ya qeyri halda. Yəni mütləq olaraq müsəlmanlar bir-birləri ilə dost və bir-birlərinə yavər və köməkçidir. Demək, ayənin özündə müəyyən bir xüsusiyyət var. Bu xüsusiyyət müəyyən şəxs üçündür, müəyyən bir məsələnin çatdırmaq üçündür. Bu da heç şübhəsiz biz qəbul etməliyik ki, vəli sözü burada rəhbər və ixtiyar sahibindədir. Üçüncü dəlil isə müzakirə etdiyimiz ayədən sonra gələn ayədir. Yəni, Maidə surəsinin 56-cı ayəsidir. 55-ci ayəsində Allah buyurur, İnnəmə vəliyukumullah və rəsulu vəllezine amenu. Bu ifadəni deyəndən sonra 56-cı ayəsində həmən bu vilayət məsələsini feil olaraq, muzari feil olaraq bildirir. وَمَنْ يَتَوَلَّ اللّٰهِ وَرَسُولَهُ وَالَّذ۪ينَ آمَنُوا. Əgər hər kim Allahı, onun peyğəmbərini və iman gətirənlərinin vilayətini qəbul etsə, فَإِنَّ حِزْبَ اللّٰهِ هُمُ الْغَالِبُونَ. Həqiqətən də Allahın hizbi, Allahın ordusu qalibdir. Yəni, burada Allahın, onun rəsulunun və iman gətirənin vilayətini qəbul etməkdən söhbət gedir. Yəni, Allahın rəhbərliyini qəbul edən, Allahın rəsulunun rəhbərliyini qəbul edən və eyni zamanda burada iman gətirən bir şəxsin vilayətini qəbul edən mütləq qalib olacaq. Yəni, bir-birini müsəlmanlar sevsə, yəni qalib ola bilər. Yəni, müsəlmanların hamısının bir-birinə sevgisi var. Başlarında heç bir rəhbər yoxdur. Və yaxud bir-birlərinə kömək edirlər, amma yenə rəhbər yoxdur. Heç bir formada ola bilməz ki, rəhbərsiz qalibiyyət olsun. Demək, ayənin ikinci 55-ci ayədən sonra gələn 56-cı ayədə vilayət kəlməsini rəhbər olduğuna başqa bir sübutdur. Burada qalan digər məsələlər budur ki, biz növbəti sözləri necə başa düşək? Yəni, burada Allah Teala ki buyurur, Əl-ləzīnə yuqimūnəs-sələt və yu'tunəz-zəkə və hum rakiun. Bu məsələləri təfsir alimləri, məzhəb nümayəndələri hansı formada təhlil etmişdir? İnşallah bu barədə gələn müzakirədə siz əzizlərlə bəhs edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.